Dünən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zakharova açıqlamasında bildirdi ki, Moskva, Bakı və Ankaranın irəli sürdüyü 3+3 formatının tezliklə reallaşmasını istəyir. Zakharovanın bu açıqlaması maraqla qarşılandı və Rusiyanın sərgilədiyi mövqeyi ortaya qoydu. Mövzu ilə bağlı Kanal Az açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Zakharovanın səsləndirdiyi fikirlərin reallaşmasını şərtləndirən bəzi amillər var. Sərhədlərin delimitasiyası, kommunikasiyanın bərpası, Bakının şərtləri çərçivəsində sülh sazişinin imzalanması və s. şərtlər mövcuddur. Moskvanın platformanın reallaşmasını tezləşdirmək istəməsi, İrəvanın bizim şərtlərimizin olduğu masaya əlləşməyə məcbur qalması deməkdir. Hətta əməkdaşlıq platformasının İlkin dövrdə 2+2 formatında ola biləcəyi də mümkündür. Türkiyə, Rusiya və Azərbaycan, Ermənistan, İran və Gürcüstan sonradan prosesə qoşula bilər. Asif Nərimanlı əlavə edib ki, İran təzyiq yolu ilə regionda vəziyyəti dəyişdirə bilməyəcəyini anladı. Bu baxımdan Tehranın formata qoşulması ehtimalı güclənir. Gürcüstan da birbaşa olmasa belə, hansısa formada iştirakının zəruri olduğunu başa düşür.